Hər kəsə salam. Gəlin indi biz tərəzilərə baxaq. Tərəzilərdə deməli, uşaqların demək olar 90% tərəzilərdə əziyyət çəkir. Amma rahat qaydaları biləndən sonra tərəzilər sizə çox asan olacaq. Burada 3 tür qaydadan istifadə edirik. Hətta 4 tür qaydadan belə deyim. Birinci qayda, əgər tək ədəd varsa, əvəz etmədən istifadə edə bilərsiniz. İkinci qayda, toplama üsulu ya alt-alta toplamadan istifadə edirik, ya da ki, çarpaz şəkildə toplamadan istifadə edirik. Çarpaz şəkildə toplama da budur. Və deməli, birinci nə dedik? İkincini əvəz etmə, alt-alta, çarpaz. Dördüncü qaydamız isə yerinə rəqəm qoymaq. Sizə hansı rahatdır, ondan istifadə edə bilərsiniz. Hər 4 qaydanı yoxlamaq istəyirəm. Hansı alınır, ona yoxlayaq. Məsələn, birincidə rəqəm qoyuram. Məsələn, bu tək ədəddir, burada K. Burada da 2 dənə rəqəm verilib. Mən fikirləşirəm ki, əgər bu 2 dənəyə hər birinə 1-1 versəm, toplamı nə olar? 2. Biz də bilirik ki, tərəzinin qolları bərabərdir. Bura toplamı 2-dirsə, bu da 2-dir. Çünki bunun tək bir çəkisi digər iki tərəfdə, 2 yəni ədədin çəkisinə bərabərdir. İndi K-ya mən 2 verdimsə, burada 3 dənə 2 var da. 3 dənə 2-ni toplayıram, nə eləyir? 6. Deməli, T-lərin 4 dənəsinin toplamı 6-dır. İndi fikir verin, 4 dənəsinin toplamı 6-dırsa, 2 dənəsinin toplamı nə olur? 3 olar da, düzdürmü? Bura 3-sə, biz baxırıq, variantlarda 3 olan hansıdır? Məsələn, A variantında 2, 2, 1, toplamı 5-dir. Bu ola bilməz. B variantında 1, 1, toplamı 2-dir. Ola bilməz. C variantında 2, 2, toplamı 4-dür. Ola bilməz. D variantında 1, 2-dir, 1 də 1. Toplamı həqiqətən də 3-ə bərabərdir. Deməli, cavabımız D variantıdır. Bu, olduğu rəqəmlə qoymaq. İndi qoyaq əvəz etmədə. Əvəz etmədə, deməli, 1K-mız 2 dənə D-yə bərabərdir. Keçirim cavab hissəsinə. Burada baxın, 1K-nı silirəm, yerinə yazıram D-dir. Çünki biz bilirik axı 1K-nın çəkisi 2 dənə D-yə bərabərdir. Digər K-nı da silərəm, yerinə yazaram D-dir və sonuncu K-nı da silərəm, yerinə yazaram D-dir. Və nə oldu? Sol tərəfdə oldu 4 dənə T bərabərdir. Sağ tərəfdə nə oldu? 6 dənə D. Və biz görürük ki, hər ikisi 2-yə bölünür. Onda 4-ü 2-yə bölsəm nə eləyər? 2T olar. Bərabərdir. 6-nı 2-yə bölsəm nə eləyər? 3D olar. İndi biz bunu aydın şəkildə yazsaq, TT bərabərdir D, D, D-yə. Bizdən TT-ni soruşur. Variantlarda 3 dənə D yoxdur. Amma fikir versəz, 1K, bir də D var. İndi biz bilirik ki, 2D-miz də nəyə bərabərdir? Baxın, 1K-ya bərabərdir. Yəni biz ona görə buradan 2D-mizin yerinə 1K yazıram, digər D də yerində qalır. Olur həqiqətən də K-dir. Bu oldu bizim əvəz etmə üsulumuz. Keçirib 3-cü qayda, toplamadan istifadə edirəm. Burada çəpinə toplayanda alınmadığına görə elə bir dəfəlik alt-alta toplayıram. Alt-alta toplamada budur, baxın. Bunları bərabər eləyirəm. Bunları biz də bilirik ki, tərəzimizin qolları bir-birinə bərabərdir. Bunu da toplayanda baxın, T, 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 T. 4T, 1K bərabərdir 2D, 3 dənə də K-ya bərabərdir. İndi yenə buradan fikir versəz, bu K-dan bu K silinir. İxtisar aparırıq. Sol tərəfdə nə alındı? 4 dənə T bərabərdir. Sağ tərəfdə də 2 D K-ya. Yenə də burada fikir veririk ki, bu 2 ilə bu 4 ixtisar gedir. Yəni 2-ni 2-yə bölürük. 1 eləyir. Burada yəni 1 dənə D K qaldı. Bərabərdir. Sol tərəfdə də 2-ni 4-ü 2-yə bölürük. 2 qalır. Yəni 2 dənə T qalır. Yəni həqiqətən 2T bərabərdir D K-ya. Yenə eyni cavabı aldıq. Sizə hansı üsul daha rahatdır, hansından işləmək daha yaxşı başa düşürsünüzsə, ondan istifadə edə bilərsiniz. Gəlin 86-cı suala baxaq. Burada nə edə bilərik? Yəni əvəz etmədən istifadə edə bilərik, rəqəm qoya bilərik, alt-alta toplaya bilərik və yaxud da çəpinə toplaya bilərik. Burada mən nəyə fikir verirəm? Həmişə birinci sual hissəsinə baxırıq. Sual hissəsində də görürük ki, baxın, 3 dənə romb, 3 dənə dairə verir. Mən də fikirləşirəm ki, mən neynəsəm 3 dairə, 3 romb olar. Bu tərəfə baxıram ki, mən bunları alt-alta toplasam, 3 dənə romb var, 4 dənə dairə var. Və sol tərəfə fikir versəm, burada bir dənə dairə var. Fikirləşirəm ki, mən bunları alt-alta toplayıb bir-birinə bərabər eləyirəm. Və fikir verin, buradakı dairə ilə buradakı dairə silinər. Sol tərəfdə nə qalar? 2 dənə kvadrat qalar. Sağ tərəfdə nə qalar? 3 dənə dairə, 3 dənə isə romb alınır. Bizdən nə soruşurdu? 3 dairə, 3 rombu. Biz də 3 dairə, 3 rombu tapdıq. Nə tapdıq? 2 dənə kvadrat. Olur cavabımız D variantı. Yenə istəsəz bunu gəlin rəqəmlə də qoya bilərik. Burada sual hissəsi deyim. Çox olanda adətən rəqəmləri qoymasanız daha yaxşı olar. Çünki daha çox vaxtınız gedə bilər. Yenə də gəlin yoxlayaq. Məsələn, qoyaq. Burada 1 dənə kvadrat, 4 dənə dairə olduğuna görə dairələrə həmişə böyükləri daha kiçik ədəd verirəm. Yəni çoxlara daha kiçik ədədlər. Hər dairəyə 1 versəm kvadrat olar 4. Çünki 4 dənə 1-i toplayanda 4 edir. İndi ikinciyə düşürəm. Kvadrat 4-dürsə, dairə 1-dirsə bunların toplamını eləyir 5 eləyir. Belə çıxır ki, 3 dənə rombu toplayanda 5 olmalıdır. İndi cavab hissədə 3 dənə romb 5, 3 dənə dairə də hərəsi 1 olduğuna görə 3 dənə dairədə 3. 5 ilə 3 toplayanda nə eləyir? 8. Bura 8-dirsə, deməli cavab hissədə 8 olmalıdır. Yoxlayaq gör, cavab hissəsi 8 olan nədir? A variantında kvadrat 3 dənə kvadrat, 3 dənə kvadrat hər biri 4 olduğuna görə B eləyir 12. Deməli A variantı ola bilməz. B variantında 2 dənə 4, 1 dənə 1 var. Bunları toplayan nə eləyir? 9 eləyir. Deməli bu da ola bilməz.
C variantı 2 dənə 4. Biz rombumuzun konkret qiymətini bilmirik deyib. Hələ 4 ilə 4 toplayanda 8 eləyir. Üstünə də biz rombu gəlsə elə 8-i aşır. Deməli C də ola bilməz. Amma D variantı hər biri 4, həqiqətən toplayanda 8 eləyir. Deməli cavabımız D variantıdır. Burada da tapdığımızı bir daha sübut elədik.